Tamam oldu. Teknolojik yatırımlarımız oldu. Şimdi ben burada neye verim? Ordu bakımına vereceğim. Artık bu kadar ordu bakımı ve Rusya ile alakalarımızı güçlendirip gelecek tur İran hücum edecek. Ha. Gel indi. Zurnanın zort dediği yere İran. Bir saniye, bir saniye. Ben direkt Türkiye'ye, Türkmenistan'a hücum eləyim. Çünkü belə baxanda Xəzər dənizinin hər iki tərəfi də mənə olar və buradan ekstra bir gəlir əldə edərəm. Yəni bu boğazlardan, keçişlərdən ekstra gəlir əldə edərəm. Çox gözəl, çox gözəl. Mən ən azından bu hissəsini tutmalıyam. Amma ilk öncəliklə bir saniye. Ben burada sivil ekonomi, teknoloji ekonomi eləmişəm. Ona görə bu qədər çox gedir. Biraz artsın bu. Bir də mən buraları qalı inşa edəcəm ki, əgər İran bizi hücum etsə, ki edəcək hər halda, onlardan qabaq davranacağıq. Buralara kalelər inşa edəcəm ki, savaş açdığında biz fəth edilməyək tez bir şəkildə. Ona görə buraları qala düzəltdik yəni. 4000'e 51'e daha. Bizim toplam gücümüz o kadar değil. Şimdi ben Yerevan'dan ve Naxçıvan'da bomba düşmüştü bu arada. Ben bu düz seçtiğim an. Tez bura göndərirəm. İranı mən məhv eləyəcəm. Cənubi Azərbaycan ilə Şimali Azərbaycan birləşəcək. 20 minlik bir ordu. Oraya fəth eləyərik ya. Fəth eləyərik. Problem yoktur. Var ekonomiye keçək buradan. Sonra belə 10.000 ataq. Yox səhv az qalsın. Həyatımdan böyük səhvini eləyəcəkdim. Bunlar da buraya göndərək. 1000 dənə əsgər də göndərək. Tamam 14.000'e 14.000 biz buranı alarıq. Problem yoxdur. Türkmenistan dövləti. Bu aramızda olan qardaşlıq əlaqələrini savaşda bir yana qoyub mərdcə savaşacağıq. Mərdcə savaşacağıq. Mən səndən bu əraziləri deyirəm. Eğer verməsəniz olacaqlarından mən sorumlu deyiləm. Və fikirləşdiyim kimi vermədilər əraziləri. Ona görə də mən Türkmenistan Türkmen baş əyalətinə ordularımı göndərirəm. 7000. Mənə lazım olan bu 3 dənə yerdir, aynen. Burayı da işgal elədim. Arkadan gələcəklər. Mən bura 3000 sağlam orada atım. Arkadan işgal eləməsinlər. Bildim də. Belə. Hadi pak şunu haydi. Haydi. Tamam başkenti işgalləsəm herhalde pak düşəcəklər. Fikirləşirəm. Hələ də düşmürlər. Vay be Türkmenistan dövləti. Hələ də dözürsüz. Buradan kamikatacağınıza həqiqətən güvənirsiniz və hökumət düşdü. Mən dediyim kimi bu əraziləri alacağım özümə. Bu ərazilər qalanlarını da alabilirim əslində. 5 tane yerlet daha. Ama almayacağım. Onun yerine savaş tazminatı alacağım ve bu kadar. Tamam. Burası artık resmi Azerbaycan yeridir. Ve artık var politikadan ekonomi, sivil ekonomiye çizebilirim. Bu kadar asker dağılır ve ölçümüze gönderək. Ha dostlar bugünlük de bu video bu kadar iyiydi.
Ölçemizin son geldiği durum budur. Kanalımıza like atıp kanalıma. Hə dostlar, bu günlük video bu kadar idi. Kanalıma like atıp abone olup bildirimleri açmayı unutmayın. Ben Kenan Gözəlov. Görüşərik.